Süleyman gələnə qədər onu təzədən qeyd eləyək. Xlorla reaksiya girəndə bir 3 mol xlor götürürdük. Burada nə olmuşdu Aytən? Orta qırıldı. Elə Aytən. Yəni CH-lar idi də hər tərəf. Ortadakı pi qırıldı, olur CH xlorlar. Mən ərazidən CH xlorlar. Yəni heksa, Aytən. Heksa nə dedik? Xlor, siklor, heksan. Yəni heksan deyirəm də artıq. Ortadakı pi raddə qırılır. İndi bunu bayaq yazdıq bu heç. İndi yazırsınız nəyi? Benzol həlqəsinin üzərinə uşaqlar. Gəlsə 3 mol H2. Görək nə baş verəcək. Diqqətlər yenə burada olsun. Bax Aytən, sualım sənədə hamısı CH-dır da bilirsən Aytən. CH, CH, CH. Üzərinə 3 mol H2 gəlsən, bunun birləşməyə yeri yoxdur deyə. Bunun nəyi qırılacaq? Hər tərəf içindəkilər qırılır. Bunlar da olur CH2, hərəsinə bir H birləşdir. CH2, 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 CH2. Və bunun adı artıq nə olacaq Aytən? Bu normal bölümümüz sikloheksandır. Benzol nüməsi çəkmirik. Aydındır. İkisini də çəkiyorum uşaqlar. Amma orada yuxarıdakı heksaxlor nədir? Bunu bayaq yazdım nədir? Təkrar yazmışım. Sikloheksan. Sikloheksan. Hə. Əsas bu ikincidən başla yazmağa. Burada hidrogenləşmək qeydiyyətdir. Hə, bu birləşmə reaksiyasıdır da, birləşir hidrogenləşmə. Və uşaqlar əlavə olaraq bilin ki, benzol heç vaxt su ilə reaksiya getməz. Və yaxud da testlərdə görəcəksiniz, benzol heç vaxt H-xlorla da reaksiya getməz. Bu ikisinə minus qoyun, çünki testi soruşacaq, götürməyəcəksiniz. Yaxşı. Bəli. Neyi biləyənsə xəbər elə. Bəli. İndi uşaqlar, birləşmə reaksiyalarına 2 dənə reaksiyamız var.